Bugün sizlərə 12 avqust 2026-cı il günün suallarının izahını verəcəm. Başlayaq birinci sualımızdan. Sxemi verilən maddə haqqında hansı fikir yanlışdır? Bizdən yanlış istəyir. Sxemi verilən gördüyünüz maddə ATF-dir. Hansı ki, bunun azotlu əsası adenin, şəkəri riboza, 3 ədəd fosfat turşu qalığından ibarətdir. Deyir, tərkibində riboza şəkəri var, bu doğrudur. Oksigenin parçalanma zamanı əmələ gəlir, bu da doğrudur, ola bilər. Azotlu əsası adenin də doğrudur. 2 peptid rabitəyə malikdir. Ümumiyyətlə peptid rabitə deməli zülallarda olan bir şeydir. Ona görə yanlış budur. Bütün canlı hüceyrələrdə sintez olunur. Bəli. Cavabımız D variantı. Keçək 2 nömrəli sualımıza. Əgər eyni qızılgül bitkisini 3 ədəd çiliyini götürürlər. Bunlardan birini münbit, digərini gillit, üçüncünü isə qumsal torpaqda əkirlər. Hər 3 bitki haqqında hansı ifadə doğrudur? Biz burada bunların genotipini, fenotipini müəyyən etməliyik. İlk öncə hər biri eyni bir qızılgül bitkisindən götürülübsə, deməli genotipcə eyni olacaqdır bunların hər biri. Amma hər biri müxtəlif yerlərdə inkişaf etdiyinə görə, xarici mühit təsiri müxtəlif olduğuna görə fenotip müxtəlif olacaq. Deməli, eyni genotipli, müxtəlif fenotipli olacaq. Cavab D variantı. Keçək 3-cü sualımıza. Verilən şəklə əsasən fikirlərdən hansı doğrudur? Gördüyümüz bu şəkil hüceyrə bölünməsini xarakterizə edən bir şəkildir. Bu şəkildə qütblərə ayrılma baş verirsə anafazadır. Cüt xromatitli çəkildiyinə görə anafaza 1-dir. Yəni meyozun anafaza 1-idir. Ona görə 2 doğrudur. 6 cüt homoloji xromosoma malikdir. Burada homoloji cütlər, xromosomlar, baxın bunlardır. Və bu da 6 cüt deyil, 3 cütdür. Ona görə bu da yanlışdır. Bölünmə mərhələsi tamamlandıqda 3 xromosomlu qamet əmələ gələcək. Bəli, burada meyozdan 4 dənə hüceyrənin əmələ gəldiyini nəzərə alsaq, hər hüceyrəyə tək xromatid 3 ədəd düşəcək. Ona görə bu da doğrudur. Doğruları istədiyinə görə 2, 3, B variantını götürərik. Sonra keçək növbəti 4-cü sualımıza. Genotipi göstərilmiş orqanizm maksimum neçə növ qamet əmələ gətirər? Fikir verirsinizsə, burada sərbəst xromosomlar da var, genlər var, ilişikli gen qrupları da var. Və biz maksimum sayda qametin hesablamaq istəyiriksə, Krasingover getdiyi ehtimalı və Mendel qanunlarına əsasən küstə N düsturundan istifadə edirik. Buradakı N deməli olacaqdır heterozigotların sayı. 1 heterozigot, 2 heterozigot, 3 heterozigot, 4 heterozigot. O zaman 2 üstü 4 bizə verər 16. Deməli bu orqanizm 16 sort qamet əmələ gətirər. 5 nömrəli sual qəbul imtahanlarında gələ biləcək bir tip sualdır. Hansı ki 2023-də həm də 2026-cı ildə belə qəbulda imtahana Şibiyadan sual düşmüşdür. Deyir, yanlış cavabı seçin. Bunun sizə Şibiyan şəklini verib də deyə bilər. Və yaxud da belə də verər. Deyir, Şibiyanın aşağı qabıq qatı göbələk hiflərindən təşkil olmuşdur. Ümumiyyətlə düşünün ki, Şibiyanın yuxarı qabıq qatı var. Yuxarı qabıq qatı, bir də aşağı qabıq qatı. Bu qatlarda həmişə yerləşir, deməli, göbələk hifləri. Aralarda isə, belə qeyd edim, yaşıl bakteriya və yaxud da yosun hüceyrələri ola bilər. Deyir, indi Şibiyanın aşağı qabıq qatında göbələk hifləri olur, bu doğrudur. Şibiyanın yuxarı qabıq qatını əmələ gətirən hüceyrələr prokariot ola bilər. Ümumiyyətlə, yuxarı qatları əmələ gətirənlər göbələkdir. Göbələk heç vaxt prokariot ola bilməz. Ona görə yanlış cavab B-dir. Digərlərini oxuyaq. Şibiya 2 orqanizm qarşılıqlı nəticəsində əmələ gəlir. Doğrudur. Şibiyanın tərkibində prokariot redusent ola bilməz. Redusent prokariot ola bilməz. Yəni burada onu deməyə çalışır ki, çürüdücü bakteriyalar ola bilməz, doğrudur. Işıq olmayan yerdə şibiya tallomu olmaz, bu da doğrudur. Çünki burada işıq düşməsə fotosintez getməz, fotosintez getmədiyi üçün şibiya məhv olar. Bu isə günün suallarının izahı idi.
Kanallarımızı, Instagram səhifəmizi izləməyi unutmayın ki, növbəti suallardan xəbərdar olasınız. Qeyd edim ki, sentyabr ayının 1-nə qədər hər gün 5 sual ödənişsiz şəkildə hər yerdə paylaşılacaq sosial medialarda, izahlar isə YouTube-da. Ayın 1-dən sonra suallarımız ödənişli qruplarımızda yalnız paylaşılacaq. Qoşulmaq istəyənlər 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilər. Qrupun ödənişi aylıq 10 azındır.